Bir çox insanlar bu yayıma baxır, həmçinin digər ölkələrin vətəndaşları da baxır. Çox böyük sayda liderlərdən ibarət qrup bura toplaşıbdır. Həmçinin Zoom'la da yayım gedir və mən çox yüksək dəyərləndirirəm ki, siz öz hörmətinizi ifadə edərək ki, Sülh Şurasının iclasına gəldiniz. Mən qeyd etmək istəyirəm ki, sülhü tələffüz etmək asandır. Lakin sülh istiqamətində biz sözün əsl mənasında yaxşı işlər görmüşük. Burada əyləşmiş xanımlar və cənablara təşəkkür edirəm və bildiyiniz kimi son bir neçə il ərzində bu təşəbbüs ölkəmizdə başlamışdır. 8 müharibəni dayandıra bilmişik. Onlardan birisi yalnız hələ dayanmayıb. Mən hətta düşünürdüm ki, o ən asan olacaqdır. Lakin həmin müharibə hələ ki davam edir və bizim burada əyləşən şəxsiyyətlərlə çox yaxşı münasibətlərimiz var. Çox sağ olun ki, gəlmişsiniz. Bu böyük liderlərdir və biz onlarla daimi təmasdayıq və bizim bu əlaqələrimiz açıq olaraq qalır. Siz mənim yaxın dostlarımsınız və hətta mən ilk prezidentliyim dövründə qeyd etmişdim ki, ABŞ heç zaman görünmədiyi dərəcədə yüksək səviyyəyə qalxmışdır və biz 7000 məhz civarında öz reytingimizi S&P reytingində artırdıq və heç hamı mənə söylürdü ki, 4 il ərzində sən buna nail ola bilməyəcəksin. Amma ki, bu ilin məhz həmin göstərici 50 minə yaxınlaşdı ki, bu da onu göstərdi ki, məhz hətta Wall Street'in ən tanınmış şəxsləri qeyd etdi ki, bu inanılmaz bir göstəricidir və biz bundan sonra da növbəti 4-5 il ərzində bunu qorumağa saxlayacaq. Hesab edirəm, çox yaxşı bir iş görmüşük. Sülh Şurasına gəldikdə, bu şura istənilən bir ölkəyə açıqdır. Hamı iştirak edə bilər. Düşünürəm ki, biz burada olan insanlarla hələ çox işlər görəcəyik. Çünki bəzi ölkələrdə müharibələr 32, 34, 37 il çəkmişdir və həmin günlər geridə qaldı. Hər birləri ilə biz əlaqə saxlayıb həmin müharibələrin həllinə nail olmuşuq. Qəzza zolağına gəldikdə burada vəziyyət daha gərgindir. Jared bu baxımdan çox yaxşı iş görübdür. Marco həmçinin o cümlədən J.D. Vance öz töhfəsini veribdir. Bir sözlə, çox yaxşı üzvlərdən ibarət heyətimiz işlədi. Bir sözlə, bugün çox böyük şərəf hissi ilə sizin hamınızı ABŞ-ın Sülh Şurasında salamlayırıq. Biz bunu xüsusilə qeyd edirik ki, bu Sülh Şurasıdır və bu onunla bağlıdır ki, məhz həm qüvvəsinə görə, həm nüfuzuna görə bu şuraya, bu təşkilata heç yaxın olan bir digər təşkilat yoxdur və bugün bu təşkilat qurulduqda bəziləri deyirdi ki, bu işləməyəcək, bir balaca buna inamsız yanaşırdılar. Lakin bu yolu biz gedirik və bir çoxları biz bu yola çıxdıqda dərhal bunun nəticələrini gördülər və əlbəttə ki, biz bir mənalı şəkildə istərdik ki, biz sona qədər gedək və bu şura ümumiyyətlə yaradılmış ən nüfuzlu təşkilatlardan biridir. Bu təsisatda yaxşı insanları görürük və əslində bu bizim fəaliyyətimizin bir zirvəsidir. Hesab edirik ki, burada dövlət başçıları və digər rəsmilər əyləşibdir və burada həmkarlarım da Gianni Infantino da onların sırasındadır və ümumiyyətlə sizin təşkilatınızın tarixini götürsək, dünya çempionatına gəldikdə belə bir şəkildə sizin qəbul etdiyiniz qərarı da mən çox yüksək dəyərləndirirəm. Mən bir çox rəhbərlərə, rəsmilərə təşəkkür edirəm ki, uzaq yolu qət etdikdən sonra onlar bizimlə buradadırlar. Əslində, bu binaya gəldikdə, bu bina ümumiyyətlə sülh naminə tikilmişdir və əslində
İnandırım sizi, ümumiyyətlə bu binaya gəldikdə mən bunun haqqında ümumiyyətlə bilmirdim. Bu bizə sanki verilən bir mükafatdır və mənə söylədilər ki, burada xeyli vəsait yatırılıbdır, nağd vəsait yatırılıbdır. Lakin mən qeyd etdim ki, kim bu nəcib işi görübsə, bu yaxşı bir işdir və qeyd etdilər ki, bəli, bu Trump binası olmasa belə, lakin bu yaxşı bir binadır. Və heç kəs ümumiyyətlə buna inanmırdı. Mən təşəkkür edirəm J.D. və Marco və digərləri mənimlə bu işdə işlədilər, mənə dəstək verdilər və bu asan iş deyildi və bu binanı tamamilə sıfırdan tikiblər və hətta o tikiləndə heç kəs bilmirdi ki, bunun məqsədi nədən ibarət olacaqdır. Memarlarımız buna xüsusi bir qəbul otağının yaradıblar və hər hansı bir digər bir ideya olmadan bu bina tikilibdir və Dövlət Departamentindən Marco Rubio günlərin bir günündə gəldi, gedir ki, bu bina daha münasibdir. Mən dedim, lap yaxşı. Marco haradadır? Bəli, siz bunu əslində bu binadan istifadə etmək fikriniz var idi və bununla bağlı hətta gözlənilməz bir təkliflər də oldu və biz çox şadıq ki, bizim qrupumuz belə bir gözəl binada toplaşır. Əlbəttə ki, Qəzza xalqı və ümumiyyətlə Orta Şərq və bütün dünyada olan xalqlara xidmət edəcək bir binadayıq. Düşünürük ki, burada toplaşan insanlara gəldikdə inanılmaz dərəcədə onlar hörmət qazanmış bir insanlardır və burada ölkələr, təmsil olunan ölkələr və bütün dünyada olan məhz dövlətlərə gəldikdə onlar əslində bu şuranın işində iştirak etməyə öz məramını bildirmişdilər və burada bilirsiniz, ümumiyyətlə sülh məfhumu bir dəyərsizdir və siz yüzlərlə halda deyə bilərsiniz ki, bəli, sülh qurulsun. Bəli, burada görürəm həmkarımızın biri. Siz burada, bəli, təbəssümü görürəm ki, siz qeyd etdiniz ki, 30 ildən artıq həmin bu münaqişə davam etmişdir və siz bizim səylərimizi dəyərləndirdiniz. Siz bizim əziz dostumuz kimi, bəli, siz mənim ofisimdə oldunuz və daha sonra isə mən düşünürdüm ki, hətta 22 il yox, əslində sonradan dedilər ki, 32 il bu davam edibdir və bəli, bu bizim yaxşı bir tərəfdaşlığımızı quraraq əslində bunun ötəsindən gəldi və biz bunu elə 24 saat ərzində buna nail olduq ki, və elə hesab edirəm ki, elə həmin vaxtdan etibarən biz yaxın dostlara çevrildik. Bəli, lap yaxşı. Xahiş edirəm, ayağa qalxın. Baxın, bu çox sərt bir məsələ idi və elə asan, hər ikisi də çox öz mövqeyində dayanan insanlar idi. Biz görürük. Bilirsiniz, bu nəticə göz qarşısındadır. Bir tərəfdə bu insanlar, digər tərəfdən digər həmkarlar. Görürsünüz, bəzi hallarda 32 il ərzində bunlar bir-birini məhv edirdi. Mən dedim ki, yaxşı olardı ki, bunlar bir-birinə yaxınlaşsınlar. Növbəti bir saatda biz buna nail olduq. Onlar bir araya gəldilər, imza atdılar və biz sülh yaratdıq. Və bunlar da çox mühüm ölkələrdir. Mən bunu heç zaman yaddan çıxarmaram. Elə bir həftə əvvəl bu işlərə hazırlıq başladı və bunun yaddan çıxmaz bir hadisə oldu. Çox sağ olun ki, hər ikiniz bir araya gəldiniz. Biz bunu etdik. 32 il. Təşəkkür edirəm. Çox sağ olun. Və mən bugün şərəf hissi ilə Edi Rama, baş nazirin burada olmasını qeyd etmək istəyirəm. Prezident Milley haradadır? Prezident Milley. Mən ona öz dəstəyimi bildirdim, onun tərəfdarı oldum. Və bizim çox yaxşı belə bir tarixçəmiz var. Bu və ya digər namizədlərin təsdiqlənməsi və dəstək verilməsi tarixçəmiz var. Və Viktor Orban buradadır və digərləri və bu cənab Milley orada arxa planda əyləşibdir. Biz eyni zamanda Yaponiyanın baş nazirinə elə indicə öz dəstəyimizi bildirdik. O da Yaponiyanın tarixində səs vermədə ən böyük göstəriciyə malik olan bir şəxsə çevrildi. Bəli,
Daha sonra düşünürük ki, bir halda ki bu əlaqələrimiz varsa, işlərimiz gedir və biz sizə də öz dəstəyimizi veririk və sizi burada alqışlayırıq. Baş nazir çox yaxşı bir insandır. Ermənistanın baş naziri Paşinyan, Azərbaycan prezidenti Əliyev və başlanğıcda işlər çətin idi. Daha sonra isə işlər çox yaxşı bir nəticəyə gəlib çıxdı. Kral Hamad Əl-Xəlifə, Bəhreynin kralı. Təşəkkür edirəm. Siz haradasınız? O qədər imkanlı bir insandır, istədiyi yerdə əyləşə bilər. Siz hətta orada küncdə, daha yüksək yerdə əyləşə bilərsiniz. Və Marko, gördüyünüz kimi, bəli, o bir neçə milyardları vəsaitləri ayıraraq elə bu binaları dəfələrlə tikərlərdi. Daha sonra isə Kambocanın burada rəhbərləşibdir. Sizi salamlayırıq. Sizi də təbrik edirik. Bəli, sizinlə də düz iş gördük, elə deyilmi? Misirin baş naziri bugün bizimlədir. Biz sizin rəhbərinizə, prezidentinizə salamlarımızı çatdırırıq. Macarıstanın baş naziri Orban, o ümumiyyətlə səs vermə zamanı da seçkilər zamanı mənə öz dəstək vermişdir. Bu da inanılmaz bir iş idi və immiqrasiya ilə bağlı o da çox böyük işlər görübdür. Mən ümumiyyətlə onun ölkəsinə böyük hörmətlə yanaşıram. Sadəcə sizə bildirmək istəyirəm ki, siz də apardığınız fəaliyyətdə mənim tam dəstəyimə layiqsiniz və mən bunu da sizə belə də tövsiyə edirəm. Miley də çox yaxşı iş gördü. Bir balaca onun reytingi azalsa belə, daha sonra isə tam əminliklə seçkilərdə qələbə qazandı. Növbəti bir şəxs, mən onu xüsusilə də ona hörmətlə yanaşıram. İndoneziyanın prezidenti Prabowo, o çox gözəl bir insandır. Neçədir sizin əhaliniz? 240 milyon, inanılmaz. İndoneziyada siz çox geniş, hər tərəfli fəaliyyət aparırsınız. Çox sağ olun, cənab prezident. Prezident Tokayev, Qazaxstanın dövlət başçısı. Təşəkkür edirəm. Çox əla və imkanlı ölkədir. Prezident Osmani Kosovadan. Təşəkkür edirəm. Siz də çox yaxşı fəaliyyət göstərirsiniz. Baş nazir Şərif, Pakistanın baş nazirinə çox böyük hörmətlə yanaşıram. Bilirəm ki, orada toqquşmalar var idi. Sizin çox yaxşı generalınız və feldmarşalınız var. O özü də çox böyük şəxsiyyətdir. Mən baş nazirlə görüşlər keçirmişəm. Bəli. Düşünürəm ki, bəlkə də heç kəs buna inanmayacaq. Prezident Trump 25 milyon insan həyatını xilas edib. Çünki Pakistanla Hindistan arasındakı toqquşmanın qarşısını almaq şərti ilə buna nail olubdur. Və bu çox yaxşı bir əslində söz idi. Siz bunu söylədiniz, mən bunu yüksək dəyərləndirdim və bu haqda biz hər zaman danışırdıq. Və təbii ki, burada toqquşmanın qarşısı alındı. Hindistanla Pakistan arasında bu toqquşmaya gəldikdə mən onlarla dərhal əlaqə saxladım. Mən baş nazir Modini də yaxşı tanıyıram və bilirəm ki, Pakistan həmçinin ticarət sahəsində çox yaxşı razılaşmaları əldə edibdir. Biz yaxşı bir razılaşma hazırlamışdıq.
və hesab edirəm ki, sizin burada olmağınız həm Pakistanın nümayəndəsi ümumiyyətlə çox qəti şəkildə öz ölkəsinin maraqlarını müdafiə edən bir şəxsdir. Mən ümumiyyətlə bu məsələyə gəldikdə qeyd etdim ki, Pakistan və Hindistan arasında ümumiyyətlə toqquşma çox sərt idi. Nə qədər təyyarələr hücum əməliyyatlarında iştirak etdi, bəziləri və həmçinin səmada vuruldu və mənə bu məsələni məruzə edildikdə mən bu məsələ ilə bağlı bildirdim ki, mütləq olaraq bu toqquşmanın qarşısı alınmalıdır, buna imkan verə bilmərik və onlar bundan sonra da, hətta dedim, ticarət razılaşmasına da nail ola bilərlər ABŞ ilə. Ümumiyyətlə, düşünürük ki, biz elə bu sözləri söylədikdə onların hamısı məhz geriyə çəkildi və bildirdilər ki, bəli, bizim aramızda razılaşma olmalıdır. Və qeyd etdim ki, əgər siz müharibəni davam edirsəniz, mən 200%lik tarifləri hər ikinizə tətbiq edəcəm. Və bu sizin ümumiyyətlə bu əməliyyatlarına təsir göstərəcək. Onlar dedilər, yox, xeyr, siz bunu edə bilmərsiniz. Və beləliklə, hər ikisində ümumiyyətlə vuruşmaq bir arzusu etdim. Və əgər siz hər hansı bir halda pulunuzu və vəsaitlərinizi itirirsinizsə, siz dayanırsınız, bir daha düşünürsünüz və bunlar hər iki çox güclü və nüvə silahına malik olan qonşu dövlətdir. Ona görə bəzi hallarda belə bir istənilməyən, arzu edilməyən hallar ortaya çıxır və baş nazirə qeyd etdim ki, təşəkkür edirəm sizə ki, siz razılaşdınız və siz qeyd etdiniz ki, çox həmçinin bahalı qırıcı təyyarələri vurdunuz və mən qeyd etdim ki, hər bir şeyə baxmayaraq siz bir araya gəlib razılaşma əldə edə biləcəksiniz. Elə həmin vaxtdan etibarən münasibətlərinizdə irəliləyiş əldə olundu. Bu, bizim həmkarlarımız çox yaxşı insanlardır. Paragvayın prezidenti bizimlədir. Cənab prezident, çox sağ olun. Çox cəlbedici və gənc bir insandır. Düzdür, kişilər bir-birinə belə bir sözlər söyləməkdən çəkinməlidirlər. Adətən qadınlara kişilər söyləyir belə bir sözləri, amma yenə də yaxşıdır. Çox sağ olun. Siz də çox böyük işlər görürsünüz. Zat əlləri Qətərin baş naziri El-Tani çox böyük bir şəxsiyyətdir. Ona böyük hörmətlə yanaşırlar və çox maraqlı bir insandır. Və hesab edirəm ki, ümumiyyətlə, siz bu qədər yaxşı, nəcib işləri görürsünüz və siz, ümumiyyətlə, sizə bir ictimai əlaqələr üzrə bir şura lazımdır ki, ümumiyyətlə, sizin bu fəaliyyətinizi, bu möcüzəvi addımlarınızı təsvir etsin. Və bu vaxta qədər siz çox yaxşı rəhbərlik keyfiyyətlərini nümayiş etdirmişsiniz. Ümumiyyətlə, Orta Şərqi götürsək, siz öz ölkənizdə, öz xalqınız üçün çox işlər görmüşsünüz və buna görə də sizə təşəkkür edirəm və bu qədər insan qarşısında belə bir auditoriyada sizə təşəkkürümü bildirirəm. Rumıniyanın baş naziri bizimlədir. Çox yaxşı insanlardır, çox yaxşı. Siz də həmçinin çox maraqlı bir şəxsiyyətsiniz və bilirəm ki, siz də öz ölkənizdə fəaliyyət göstərirsiniz, lazımi şəkildə işləyirsiniz. Özbəkistanın prezidenti Mirziyoyev mənim dostumdur o. O çox böyük bir iradəyə malik olan bir insandır. Mərkəzi Asiyada tanınan bir şəxsdir. To Lam, Vietnamın baş katibi bizimlədir. Vietnam inanılmaz bir ölkədir və çox böyük şərəf hissi ilə sizin burada olmağınızı qeyd edirəm. Mən sizin ölkənizə hörmətlə yanaşıram. Mən həmçinin J.D. Vance, ABŞ-nin vitse-prezidentinə təşəkkürümü bildirirəm. O, yaxşı tələbə olub. O, ali məktəbə çox yaxşı göstəricilər nümayiş etdiribdir və bəziləri ümumiyyətlə kolleci və digər ali təhsil ocaqlarına sürətlə öz
təhsilini başa çatdırır, amma o çox maraqlı bir insandır. Ona J.D. Vance özün iqtisadçı üzrə sahələrdə sual verdikdə o dərhal cavab verir və o öz sinifi üzrə ən yaxşı göstəriciyə malik olan bir tələbə olubdur və o hətta qeyd edən ki, xeyli şəkildə digər şagirdləri üstələyibdir. Mən qeyd etdim ki, J.D. birincisi və onun ailəsinə də böyük hörmətim var. Daha sonra isə xanımı Uşa, onlar çox inanılmaz bir şəxsiyyətlər, onlar mənim dostlarımdır və qeyd edirəm ki, ümumiyyətlə mənim kabinetimdə işləyən, çalışan hər bir şəxsə çox böyük hörmətimi ishar edirəm və J.D. Vance bəzi hallarda hətta daha sürətlə gedir. Mən ona bəzi hallarda qeyd edirəm ki, o qədər də tələsmək lazım deyil, amma o ümumiyyətlə ən yaxşı olmaq, dost olmaq imkanlarına malikdir. Daha sonra isə Marco. Onların ümumiyyətlə xarici siyasət sahəsində apardıqları iş ümumiyyətlə öz xüsusi olaraq öz keyfiyyətinə görə fərqlənir və bu yaxınlarda o Münxendə olmuşdur. Və bəzi hallarda o işlərin hətta həllinə gəldikdə çalışır ona qəti iradəsi ilə yanaşsın və hətta bəzi hallarda əsəbi olaraq qeyd edir ki, nəyə görə biz bu işi biz çözə bilmirik. O çox məqsədə doğru işləyən insandır və ümumiyyətlə J.D. və o çox savadlı insanlardır. Məsələn, Gavin Newsom, o ümumiyyətlə heç biz bilmirdik nəyə görə ora getmişdir o tədbirdə, hansı mövqedən çıxış edərək o öz fikirlərini söyləyirdi. Sonra biz öz aramızda söhbətimiz zamanı biz onun bu çıxışını nəzərdən keçirdik. Qeyd etdik ki, ümumiyyətlə biz həmin onun çıxışını yaxşıca öyrəndik və öyrənirik və bizə elə gəlir ki, o öz karyerasının sonundadır və bu son qaçılmazdır və onun çıxışı yaxşı deyildi, heç də məqbul deyildi. Mən J.D. və dövlət katibi Marco Rubio'ya təşəkkürlərimi bildirirəm. Həmçinin Steve Witkoff məhz sülh üzrə Orta Şərqdə xüsusi elçimizə təşəkkürümüzü bildirirəm. O da inanılmaz bir şəxsdir. O çox böyük uğur qazanmışdır və hətta həddindən artıq məhz xeyli uğurları qazanmışdır və bəziləri hətta bunu inkar edirdi. Onu hansı bir dövlətə göndərdiyimə baxmayaraq, hər bir kəs, onunla danışıqlar aparan şəxs ona vurulurdu və bir çox insanlar, elə bu auditoriyada olan şəxslərə gəldikdə, o, həmin şəxslərlə artıq çox yaxşı münasibətləri qurubdur və mənim fikrimi çatdırıbdır ki, və hər bir insan və hətta məhz tikinti sahəsində fəaliyyət göstərən insanlar ona çox böyük hörmətlə yanaşıbdır və ona görə mən onun bu fəaliyyətini xatırlayıram və qeyd etdim ki, bu və digər razılaşmalarda onu gətirim. Necə ki, Henry Kissinger qeyd edirdi. O, hətta bəzi hallarda qeyd edilir ki, o hələ ki, bu sahədə çox böyük bəlkə də təcrübəsi yoxdur. Henry'e mən qeyd edirəm ki, ümumiyyətlə bəzi informasiya sıntılarına gəldikdə qeyd edirəm ki, ümumiyyətlə necə olurdu ki, cənab prezident bu informasiya sıntıları baş verdi, amma qeyd edirəm ki, Steve ümumiyyətlə hər bir halda özünü göstərib, Ukrayna, Avropa, Rusiya ona hörmətlə yanaşır və Prezident Putin hətta əvvəlcələr onu görməmişdi, tanımırdı. Mən qeyd etdim ki, yox, Steve elə bir insandır ki, onu danışıqlara apardıqdan sonra və bir saatdan sonra o artıq onun məhz tərəf müqabili onunla bağlı öz rəyini dəyişir. 3-4 saat ərzində isə o danışıqları apardıqda təsəvvür edin ki, o hansı nəticələri əldə edir və bir çox insanlar, istər Putin, istər Zelenski, hər iki tərəflə, hər iki tərəf öz razılığını bildirir və onlar ona çox böyük hörmətlə yanaşır və düşünürəm ki, burada çıxış edəcək şəxslərə gəldikdə onların
hamısı ilə mən çox yaxşı münasibətlərim var. Mən həm Prezident Putinlə, həm Çin Xalq Respublikasının prezidenti Xi Jinpinglə yaxşı münasibətlərim var. Və ümumiyyətlə qeyd edirəm ki, ümumiyyətlə bu çox yüksək səviyyədə görülən işlər ki, mən Çinə səfər etdiyim zaman Prezident Xi məni çox yaxşı şəkildə qəbul edibdir və təsəvvür edirsiniz ki, o 1,5 milyard insan arasından çıxan bir şəxsdir və qeyd edirəm ki, və ümumiyyətlə onlar sayı o qədər çoxdur ki, onlar məhz dəbilqəni taxdıqda onların məhz o qədər böyük bir meydançanı həmin dəbilqədən ibarət qura bilərlər ki, onun üzərində siz hətta idman yarışmasını da keçirə bilərsiniz. Və Steve ümumiyyətlə çox maraqlı bir fəaliyyət aparmışdır. Jared'ə gəldikdə, Jared ümumiyyətlə Abraham sazişləri üzrə cavabdeh şəxsdir, o da çox savadlı bir insandır və o da həmçinin sülh elçisidir. Mən qeyd etmək istəyirəm ki, burada IQ hesablamasına görə götürsəniz, bu hər iki şəxs, onlar çox böyük göstəriciyə nail olarlar. Hər ikisinə böyük hörmətlə yanaşıram. Onların çox maraqlı görüşləri olmuşdur və indi hal-hazırda İran bildiyiniz kimi bizim diqqət mərkəzindədir. Bəli, bununla bağlı yaxşı bir danışıqlar aparılıbdır və illər boyu ümumiyyətlə bu istiqamətdə işlər o qədər də asan deyildi, çətinliklə gedirdi və biz əslində bunu hər tərəfli şəkildə məsələlərin həllinə nail olmalıyıq. Çünki biz öz nümayəndələrimiz vasitəsilə həmin münasibətləri qururuq və Kosovanı götürsək, Serbiya. Mən xahiş edərəm, Kosovanın nümayəndəsi burada ayağa qalsın. Çox gözəl bir iş gördünüz. Çox yaxşı. Və siz artıq dil tapmısınız və siz özünüz öz münasibətlərinizi tənzimləyə bilirsiniz. Çox sağ olun. Daha sonra isə Pakistan və Hindistan. Hesab edirəm ki, xahiş edirəm, siz də ayağa qalxın. Bir neçə saniyəlik ayağa qalxın. Pakistan və Hindistana təşəkkür edirəm. Mən Modi, baş nazir Modi ilə söhbət etdim. Misir və Efiopiya. Orada bir su var, su anbarı və su səddi əslində məsələsi var. Orada su ilə bağlı problemlər vardır, su ehtiyatlarına çıxışla əlaqədar vəziyyət gərginləşmişdir. Ermənistan və Azərbaycan, biz bu haqda danışdıq. Bir daha hər ikinizə təşəkkür edirəm, çox yaxşı iş görmüsünüz. Kamboca və Tayland inanılmaz bir iş icra olundu. Biz də ümumiyyətlə onlarla bağlı olan vəziyyəti yaxşı, yaxından izləyirdik. Amma qeyd edim ki, onlar hər ikisi çox yaxşı döyüşçülərdir. İndi isə bəzi hallarda siz çox yaxşı insanlarsınız. Kongo və Ruanda, onları da qeyd etmək lazımdır. Kifayət qədər bəs, dinç tərəflərdir ilk baxışda. Lakin Kongoda yenidən müharibə alovları özünü biruzə verir. İsrailə gəldikdə orada bir neçə tərəf müqabilin adı çəkilə bilər. İrana gəldikdə biz düşünürük ki, biz indi hansı nöqtəyə gedəcəyik. İndi Orta Şərqdə sülh qurulur, bərqərar olunur və 100 ilə yaxın ümumiyyətlə Orta Şərq haqqında çox danışılırdı və indi biz baxmalıyıq ki, Qəzzada nə baş verir. Və ən vacib məsələlərdən biri və əslində biz bunu çox yüksək şəkildə düşünülmüş bir modeli ortaya qoyulmasına nail olduq və daha sonra isə Cani ilə mən bu məsələni hətta müzakirə etdik və ümumiyyətlə
İlkin olaraq həmin o hücumlar ötən il aparıldıqda İranda nüvə silah imkanları demək olar ki sıfıra endirilmişdir və tamamilə bu baş tutdu və Səudiyyə Ərəbistanı kimi ölkələrə gəldikdə, Qətərə gəldikdə ümumiyyətlə hər hansı elə bir hədədən özlərini sığortalamalılar. Belə bir adımlar olmasa, əlbəttə ki, Orta Şərqdə sülh haqqında danışmaq mümkün deyil. Lakin bugünkü həmin bu rəhbərlik keyfiyyətlərinə gəldikdə mən qeyd edirəm ki, hər bir şey mümkündür və Qəzzada bildiyiniz kimi minlərlə insan qırıldı və bugün məhz yorulmaz səylər nəticəsində orada həyat yenidən canlanır və burada əyləşən şəxslər çox yaxşı bilirlər ki, Qəzza haqqında biz hər tərəfli şəkildə düşünməliyik və çox yaxşı bir haldır ki, biz bir araya gəlirik. Bu qədər insan bir araya gəlir və qeyd edir ki, bəli, müharibə orada bitibdir və bir balaca orada qığılcımlar var, Həmas qruplaşması. Düşünürəm ki, onlar yenə də çalışırlar silahları əldə etsinlər və lakin onların hər hansı belə bir cəhdin qəti şəkildə qarşı alınacaqdır və istər-istəməz bu hər hansı bir toqquşmalara gətirib çıxara bilər və insan qurbalarına səbəb ola bilər. İstərdik ki, heç kəs öz həyatını itirməsin, lakin düşünürük ki, əlbəttə ki, həmçinin bugün bütün Girov qalan şəxslərin də geriyə dönməsi, öz evlərinə qayıtması üçün çalışdıq. Mən hətta həmin ilk saatlarda Caridə də hətta söylədim ki, onların geriyə qayıtılması çox çətin olacaqdır. Lakin biz məhz sağ qalan həmin bu Girovların geriyə qayıtılmasına nail olduq və bu da belə də oldu. Siz təsəvvür edə bilərsiniz ki, bu nə dərəcədə çətin bir iş idi ki, və Həmas da özlərinə düşən işin bir çox hissəsinin icrasına nail oldu və qeyd edək ki, nə qədər insan girov götürülmüşdür və onlardan 28-nin biz yaxın zamanlarda geriyə qaytarılmasına nail olduq və görürük ki, məhz həmin insanlar, istər oğlan, istər qızlar, gənclər qayıtdıqda onları necə evdə qarşılayırlar, hansı böyük bir hisslərlə onlarla birgə vaxt keçirirlər və bu əslində çox yaxşı nəticələrdir. Bir halda ki, insanlar öz yerlərinə qayıdırsa, bu çox yaxşı haldır. Təbii ki, biz bu haqda hətta çox da danışmamışıq. Çünki Steve də bilir, yəni, yüzlərlə insanın həyatının xilas edilməsində xeyli iştirak etmişik. Təşəkkür edirəm, Steve. Əslində, bu bir sıçrayış bir dövrüydü. Biz insan həyatlarının xilas edilməsinə, sülhün bərqərar olunmasına, sülhlə bağlı yeni ideyaların və konsepsiyaların tərtib olunmasına nail olduq. Və bir mənalı şəkildə belə də olmalıdır. Və bizim İranla bağlı hələ ki görəcəyimiz iş çoxdur. Onlarda ümumiyyətlə nüvə silahı ola bilməz. Heç kəs bununla barışmayacaq ki, onlarda belə bir növ silah olsun. Və ötən ilin oktyabrında ümumiyyətlə təşkəs sazişi əldə olunduqda Qəzza zolağında əlbəttə ki, biz humanitar yardımın göstərilməsi üçün imkanlar yaratdıq və ABŞ sülh şurası ideyasını ortaya qoyduqda həmçinin öz elçilərini, öz nümayəndə heyətini göndərdi və təbii ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə də işlədik və elə bir vaxt bundan öncə mən həmin təşkilatın baş katibi ilə söhbət apardım və o da çox yaxşı bir insandır və orada bir hal var idi ki, mənim suflörum işləmədi, suflördə mən çıxışımın mətni olurdu ki, mən qeyd etdim ki, ümumiyyətlə, mənə bu ümumiyyətlə burada hər sağdan və soldan ümumiyyətlə işləməyən hələ bu suflöra baxmayaraq o və bizim görüşdə ümumiyyətlə çox yaxşı bir çıxış söylədi və birdən-birə bu olur. Tutaq ki, daha sonra isə bir xanım gəldi mənim qarşıma və öz əli ilə çalışdı bunu vəziyyətdən çıxış yolu tapsın və bu çox birdən-birə bir dayandı hər bir şey, cani yadımdadır və bu adətən
bu suflör dayananda çox ləng dayanır, lakin birdən-birə dayanır. Və əslində düzdür, baxmayaraq ki, ümumiyyətlə o yaxşı bir mövqedə yerləşdirilmişdir. Amma buna baxmayaraq mən yenə də insanları salamlamağa nail oldum və təbii ki, və ümumiyyətlə həmçinin çox belə maraqlı bir kadrlara bənzəyirdir. Və mən hər zaman söyləyirdim ki, yəni bilirsiniz, ümumiyyətlə sizdə 2 ulduz bir ailədə ola bilər, amma 2 ulduz bir otaqda olmalı deyil. Və ümumiyyətlə həmçinin mənim yoldaşımla bağlı olan bir film hazırlandı və ümumiyyətlə ABŞ-da bu xeyli yaxşı qarşılandı və bir neçə dəfə ümumiyyətlə buna bu filmə baxdılar və istərdik ki, Qəzzada bundan sonra hər hansı bir yenidən qurma səylərinə gəldikdə orada eyni zamanda tənzimləmə və idarə etmə bir sistemi qurulsun. Bununla bağlı biz fikirlərimizi söyləmişik və biz bildirmişik ki, hər hansı bir toqquşmaların qarşısının alınması üçün də orada daha ən yaxşı, zəruri şəraitlər yaradılmalıdır. Bu və digər ölkələr, ümumiyyətlə, bu yenidən qurma işində kənarda qalmalı deyil və bunu mən hər zaman həmçinin Həmasın nümayəndələrinə də bu fikirlərimi bildirmişəm. Çünki onlar da həmçinin vəd etdilər ki, onlar əllərində olan silahları yerə qoyacaqlar və tam tərk silah olacaqlar. Lakin artıq bu radikallaşmadan xeyli kənarlaşma müşahidə olunur. Bugün mən məmnunluqla elan edirəm ki, Qazaxıstan, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Səudiyyə Ərəbistanı, Özbəkistan, Küveyt 7 milyard dollardan artıq vəsaiti ayırıblar. Sizin hamınıza təşəkkürümü bildirirəm. Və bir çox digərləri də bugün öz vəsaitlərini ayırmağa başlayıblar. Hər bir xərclənmiş dollar bu sabitliyə, ahəngdar həyata yatırılmış bir sərmayədir. Çünki bu region o qədər vacibdir və inkişaf edən bir regiondur. Çox yaxşı bir insanları var və istərdik ki, ümumiyyətlə, Orta Şərq regionu da çox ahəngdar bir regiona çevrilsin. Bir qədər, nə qədər çox dostlarımız olsa orada bir o qədər yaxşıdır və çox enerjili bir insanlardır və bəzi hallarda onların hətta enerjisi həddindən artıq çoxdur və biz indi bilirik, Həmas da həmçinin məlumatlıdır ki, biz hansı istiqamətdə gedirik və bir sözlə ABŞ öz addımlarını atır, Livanla iş aparılır, bu da çox vacibdir. Biz Livanla bağlı olan problemin həllinə nail olmalıyıq. Görülmüş işlərə gəldikdə düşünməliyik, nə edilə bilər. Və lakin ümumiyyətlə, nüvə silahına gəldikdə İran əlbəttə ki, bu cəhdlərdən əl çəkməlidir. Növbəti bir ay ərzində bu məsələ tam öz həllini tapmalıdır və bir çox insanlar, bu tədbirə qatılanlar, hamısı yaxşı bilirlər ki, bu vacibdir. Avropadan da bununla bağlı yaxşı bir cavablar almışıq və bəzi insanlar bu günlərdə də ABŞ-yə öz mesajlarını göndərirlər ki, münasibətlər daha yaxın olsun. NATO-nun rəhbərinə gəldikdə çox yaxşı bir insandır. O çox yaxşı bir iş görür və məmnunluqla qeyd edirəm ki, Norveç həmçinin həmin sülh şuranın təşəbbüslərinə qoşulmaq fikrindədir və mən bu haqda eşidəndə qeyd etdim ki, lakin onlar həmçinin bu mükafatlandırma məsələsinə də bir balaca olan bir məhdud yanaşmadan əl çəkməlidirlər. Bəli, ümumiyyətlə, bəli, mükafatın verilməsi yaxşıdır və indi isə daha sonra isə əlbəttə ki, ümumiyyətlə, bizim üzərimizə düşən öhdəlik ondan ibarətdir ki, nə qədər çox insan həyatını xilas etdikdə bir o qədər yaxşıdır ki, və mən bunu ümumiyyətlə bilirəm ki, ümumiyyətlə ABŞ həmin müharibələrin, toqquşmaların baş verdiyi yerlərdən xeyli uzaqdadır. Lakin milyonlarla insanlar həmin bundan əziyyət çəkirlər. Necə ki, baş nazir qeyd etmiş ki, 25 milyon insan ən son toqquşmada evsiz qalmışdır ki, bəli, siz bunu mənə söhbətiniz zamanı qeyd etdiniz və BMT-nin
humanitar yardımın əlaqələndirilməsi üzrə ofisinə gəldikdə 2 milyard dollar ayrılmışdır ki, Qəzzada yenidən qurma işləri aparılsın, o cümlədən Yaponiya, həmçinin bununla bağlı vəsaitlərdən ibarət bir fondun yaradılması təşəbbüsü ilə çıxış etmişdir ki, biz də bunu yüksək dəyərləndiririk və həmçinin BMT-nin ümumiyyətlə həmin regionda daha geniş şəkildə əməliyyatların aparılmasında məramını görmüşük. Cənubi Koreya, o cümlədən bilirəm ki, Çin, o cümlədən düşünürəm ki, Rusiya və digərləri bu məsələdə iştirak etmək arzusunu bildirmişlər. Çünki biz buna bir tərəfli yanaşmalı deyilik. Bu və ya digər ümumiyyətlə məfkuradan azad olmalıyıq. Həmçinin FIFA 75 milyon dollar büdcənin formalaşdırılması üçün ayıracaqdır. Qəzzadakı işlərin aparılması bununla bağlı əlbəttə ki, çox böyük bir tədbir gözlənilir və böyük ulduzlar, siz və mən, Canni, bəlkə də o ulduzları yığıb həmçinin bununla bağlı müəyyən bir təşviqat tədbirinə qatıla bilərsiniz və düşünürəm ki, bu sırada çox yaxşı nəticələr ola bilər və Canni düşünürəm ki, ümumiyyətlə tanınmış şəxsləri işə cəlb edə bilər. Əlbəttə ki, biz bunun daha təfərrüatlı şəkildə planını biz təqdim edəcəyik FIFA-ya və Canniyə. Buna görə təşəkkür edirik. Bütün onların göstərdikləri səylərə görə və göstərdiyi səylərə görə minnətdarıq. Onlar bununla bağlı hətta öz sülh mükafatını təqdim etdilər ki, bəli, hətta bu Norveçdən fərqli olaraq əla bir addım idi, sizin tərəfinizdən qəbul edilmiş müdrik qərarıdır, Canni. Və bugün burada yekun olaraq bildirmək istəyirəm ki, təmsil olunmuş dövlətlər öz vəsaitlərinin ayrılması ilə bağlı qərar qəbul etmişdilər. Onlar ümumiyyətlə bizim sülhün bərqərar olunması, sülhün qurulması fəaliyyətimizə qoşulurlar və bu əslində xüsusən də son 2 həftə ərzində əldə edilmiş xəbərlərdir ki, İndoneziya bununla bağlı təşəkkürümüzü bildiririk. Əla bir ölkədir. Çox sağ olun. Görürsünüz. Elə bilirsiniz, bu çox sərt bir insandır. Onunla ümumiyyətlə danışıqlar aparmaq elə bilirsiniz asandır. Və ümumiyyətlə yaxşı ki, siz bizimləsiniz. Ümumiyyətlə bizə də belə bir bəzi hallarda bu iradəlik lazımdır və müdriklik lazımdır, bəli. Mərakeş, çox sağ olun. Sizin gördüyünüz iş çox yaxşıdır. Albaniya, Kosovo, Qazaxstan, onlar həmçinin Misir, İordaniya sabitləşdirici polis qüvvələrinin formalaşdırılmasına, ümumiyyətlə təlimlərin keçirilməsi, həmin bu qüvvələrin hazırlanmasına öz dəstək verəcəklərini söyləmişlər ki, Fələstində ümumiyyətlə bu işlər aparılsın. Bir sözlə, Orta Şərqdə artıq sülh yaranır. İllər boyu ümumiyyətlə Orta Şərqdə sülh haqqında çox danışıblar. Lakin bu mümkün olmayıbdır və bütün insanlar öz planları haqqında söylədiyi zaman ümumiyyətlə qeyd ediblər ki, ekstremizm və terrorçuluğun qarşısı alınmalıdır və bugün məhz biz düşünürük ki, həmin cəbhədə biz artıq irəliyə doğru gedirik ki, çünki o səyləri əvvəlki illərdə göstərən insanlar, onların səyləri sanki tükənibdir. İstərdik ki, bu işdə digərləri də bizə qoşulsun və əslində çox yaxşı olardı ki, bu baxımdan biz birgə olaq da və biz istərdik ki, bu regionun hər bir imkanı olsun. Bugün artıq baş verən bütün hadisələrə gəldikdə onlar anlaşılandır. Lakin düşünürük ki, hər hansı bir qarşı durma olmalı deyil və düşünürük ki, bir halda ki, biz bugün ölkələri bir araya gətiririksə, biz çalışırıq ki, ən məqbul həll variantları tapılsın və bu əslində çox az bir sözlərlə biz Orta Şərqdə daha geniş dayanıqlı bir sülhü yarada bilərik. Biz burada suveren dövlətlərə model, bir nümunə kimi xidmət edirik ki, onlar öz regionunda həmin bu nümunədən istifadə edə bilərlər. Təbii ki, mən sizə bildirmək istəyirəm ki, Birləşmiş Ştatlar 10 milyard dolları sülh şurasına keçirəcəkdir.
Bizim bu məsələyə gəldikdə çox böyük bir dəstək alırıq. Hətta ümumiyyətlə, müharibənin xərclərinə müqayisədə bu çox kiçik bir göstəricidir və çox kiçik göstəricidir. Biz 10 milyard dolların ayrılması qərarına gəlmişik və ümumiyyətlə regionda ahəngdarlığa nail ola bilərik, insanların əzab əziyyətinə son qoya bilərik. Ümid edirik ki, biz dünyanın gözündə öz fəaliyyətimizlə daha da qalxacaq. Nə qədər çox münaqişələr var ki, və hər zaman söyləmişəm ki, onları həll etmək, onları çözmək mümkündür. Lakin onların əksər hissəsi həll olunan münaqişələrdir. Düşünürük ki, bununla bağlı biz çox düzgün bir yoldayıq və bunu anlayıram. Ona görə mən öz çıxışımın əvvəlində söylədim ki, bugün mühüm bir gündür. Hər bir şey əladır və hesab edirik ki, keçmişdə olan ümumiyyətlə yaralar sağala bilər və biz bunu qeyd edirik ki, daha yaxşıdır və daha qəbul edilən bir sülhü çalışacaq, hər bir yerdə bərqərar etməyə çalışacaq. Biz bu baxımdan həmçinin əl-ələ verib BMT ilə işləyəcək. BMT ilə bir təşkilatdır ki, onun çox böyük potensialı var. Düzdür, o potensialı tam bəlkə də şəkildə istifadə etmir, lakin düşündüm ki, günlərin bir günündə BMT daha güclü olacaqdır və hətta qeyd edim ki, bizim təşkilatda fəaliyyət göstərdikcə BMT fəaliyyətimizi izləyəcək. Çünki ABŞ öz imkanlarından, öz şəraitlərindən istifadə edərək həmçinin kömək edəcək ki, BMT etibarlı olaraq qalsın. Çünki BMT-də də çox yaxşı insanlar var, onlar da lazımlı fəaliyyət göstərir və həmişə qeyd etmişəm ki, BMT-nin çox böyük bir potensialı var və bəzi insanlar qeyd edirlər ki, bəlkə də biz diqqətsiz yanaşırıq BMT-yə, amma mən bildirmişəm ki, bu belə deyil. Sizin hamınıza təşəkkürümüzü bildiririk ki, siz bugün bizimləsiniz, siz mənim dostlarımsınız, siz öz dövlətlərinizin rəhbərlərisiniz, liderlərisiniz və bir çox hallarda hətta öz möhkəm iradəsi ilə fərqlənən liderlərlə biz danışmışıq və ümumiyyətlə sizin hamınıza bəyan etmək istəyirəm ki, biz istənilən bir halda istərdik ki, sizə yardımcı olaq və bundan sonraki işlərinizdə də sülh şurası sizə yardımcı olacaqdır. Sizə təşəkkürümü bildirirəm.